Niyə uşağa təhqiramiz sözlər demək olmaz? Valideynlərin və ya böyüklərin dediyi hər bir söz uşaq tərəfindən olduğu kimi qəbul olunur. Əgər böyüklər uşağa deyirlərsə ki, sən axmaqsan, uşaq həqiqətən də özünü axmaq hesab edir. Ona görə də konstruktiv tənqid etməyi və düzgün geri bildirim verməyi öyrənmək vacibdir. Bunu necə etmək olar? Əgər uşaq səhv edibsə, onun şəxsiyyətini yox, hərəkətini qiymətləndirin. Məsələn, sən pintisənə demək əvəzinə, sən divanda qırıntılar qoymusan, indi orada oturmaq xoş deyil. Zəhmət olmasa, özündən sonra yığışdır ədeyin. Əgər emosiyalarınız sizi bürüyübsə, nə hiss etdiyinizi açıq şəkildə bildirin. Bu, sizi tamamilə narahatçılıqdan qurtarmayacaq, amma emosiyaların gərginliyini azaltmağa kömək edəcək. Eyni zamanda, uşaq öz hərəkətlərinin nəticələrini də görəcək. Məsələn, sən yeməklə oynayanda mən çox əsəbləşirəm. Vacibdir ki, səs tonunuz mesajınızın məzmunu ilə uyğun gəlsin. Əgər siz gülümsəyərək döşəmədə səpələnmiş Lego detallarının sizi necə əsəbləşdirdiyini danışsanız, uşaq bunu ciddi qəbul etməyəcək.